Gördüğünüz kimi də bax Müstəqim müəllimin, Tərtərin kralının villasıdır. Köhnə Yeni Azərbaycan Partiyasının dövlət binasını, müstəqil dövlət binasını özəlləşdirdiyi, tikdiyi binadır. Baxın da buna niyə heç kim baxmır axı? Baxın, Tərtərdə yəni heç kimin belə evi yoxdur. Yəni heç kimin belə villası yoxdur. Bu nə vacibə hardan alır? Qardaş, mən belə 5000 gəlir olan adam belə villa tikə bilməz. Mümkündür. Bu hardan yeyinti yeyib ki, bax bunun bu cür nə villası var. Bax, hələ o birisi obyektlərini də çəkib göstərəcəm indi. Gözləyin siz. Bax bu villanın neylə tikdirib qardaş? Milyonlarla qiyməti var, milyonlarla. Baxın, gördüyünüz köhnə Tərtər qəzetinin köhnə binasıdır. Bax, buranın da söküb özünə nəsə obyekt tikir. Bax, bu nədir belə? Bu kimindir qardaş? Müstəqil dövlət obyekti kimdir belə özəlləşdirən? Bizə yer